Salam hörmətli izləyicilər, Milli TV-də sizinlə günün xəbərləri proqramında Aytən Məmmədzadədir. Tütün qızdırıcıları üçün nəzərdə tutulan siqaretlərin qiymətində artım qeydə alınıb. Azərbaycanda tütün qızdırıcıları üçün nəzərdə tutulan siqaretlərin qiymətində artım müşahidə olunur. Pərakəndə satış bazarında aparılan müşahidələrə əsasən sözügedən məhsulların qiyməti orta hesabla 40 qəpik yüksəlib. Qiymət artımının konkret səbəbləri ilə bağlı rəsmi qurumlar və idxalçı şirkətlər tərəfindən hələlik açıqlamalar verilməsə də, mövcud vəziyyət bir sıra amillərlə əlaqələndirilir. Xüsusilə istehsal və logistik xərclərin artması, idxal olunan tütün məmulatlarına tətbiq edilən fiskal mexanizmlər, eləcə də tənzimləyici mühitdə baş verən dəyişikliklər qiymət formalaşmasına təsir göstərən əsas faktorlar sırasında qeyd olunur. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan yeniliklərin bazara təsiri də diqqət mərkəzindədir. Belə ki, Azərbaycanda 1 aprel tarixindən etibarən elektron siqaretlərin istifadəsinin qadağan olunması planlaşdırılır. Mütəxəssislərin fikrincə bu qərar alternativ tütün məhsullarına olan tələbatın artmasına səbəb ola və nəticə etibarilə tütün qızdırıcıları üçün nəzərdə tutulan siqaretlərin qiymətlərinə əlavə təzyiq yarada bilər. Analitik yanaşmalara görə mövcud tendensiya qısa müddətdə tütün məhsulları bazarında qiymətlərin sabitləşməsini çətinləşdirə bilər. Bununla yanaşı istehsalçı davranışlarında dəyişiklik, alternativ məhsullara yönəlmə və qeyri-qanuni dövriyyə risklərinin artması kimi məsələlər də aktual olaraq qalır. Mütəxəssislər hesab edirlər ki, yaranmış vəziyyətin bazara uzun müddətli təsirinin qiymətləndirilməsi üçün rəsmi statistik göstəricilər və aidiyyatı qurumların mövqeyi həlledici rol oynayacaq. Xəbərləri Milli TV-də izləməyə davam edin.